Salam uşaqlar, xoş gördük. Növbəti bir dərsimizin müəyyən bir hissəsi var ki, hansı ki şagirdlərimiz həmən hissədə müəyyən qədər çətinliklər çəkirlər. Bu hissəni izahat vermək məcburiyyəti hiss elədim. Yəni bunu mən əminəm ki, bu izahatdan sonra həmən hissənin də ötəsindən rahat şəkildə gələ biləcəksiniz. Uşaqlar, nədir həmən hissə? Bilirsiniz ki, balıqların skeletində, hansı ki onurğa skeletində qabırğalar, fəqərlər belə arasında belə bir məsələlərimiz var bizim. Gəlin o məsələlərə biraz aydınlıq gətirək uşaqlar. Bilirsiniz ki, artıq balıqlarda biz bilirik ki, balıqlar bir sinif üzvüdür. Özü iki sinifə bölünür: qırdaqlı və sümüklü balıqlar və balıqlar artıq kəllələr yarım tipinin siniflərdir. Burada artıq daxili skelet xorda bəzilərində bütün ömrü boyu qalır, ancaq sümüklü balıqlarda uşaqlar xorda onurğa ilə əvəz olunur və onurğa özü fəqərlərdən təşkil olunmuşdur uşaqlar. Fəqərlər özləri də cisimdən və çıxıntıdan ibarətdir. Bu biz necə deyirik? Ümumiyyətlə biz fəqərəni qeyd edərkən bilirsiniz ki, biz deyirik ki, balıqlarda bilirsiniz ki 38 42 fəqərədən ibarətdir uşaqlar. Minimum 32, maksimumda 42 fəqərədən təşkil olunmuşdur. Və fəqərənin hər birini uşaqlar qeyd edəndə biz bilirik ki, bunların fəqərləri özü iki hissəyə bölünür. Məsələn, biz bir balığa belə qeyd eləsək, şəklini çəksək uşaqlar, bu da bir onurğa şəkli olsa, onurğanın iki hissəyə bölünür. Bir var gövdə fəqərləri uşaqlar, baxın, diqqətlə qulaq asın. Gövdə və quyruq fəqərləri uşaqlar. Bura qeyd edirəm gövdə, baxın, bura qeyd edirəm quyruq. Uşaqlar, quyruq. Biz bilirik ki, uşaqlar, və yadımızda bir şey saxlayaq ki, həmişə uşaqlar, gövdə fəqərlərini biz necə qeyd edirik? Gövdə fəqərlərini çəkərkən biz qeyd edirik ki, gövdə fəqərləri cisimdən, yuxarı qövsdən, uşaqlar, bir də aşağıda çıxıntılardan ibarətdir. Baxın, bu şəkildə qeyd edirik. Və bu aşağıdakı çıxıntıların hər birinə uşaqlar qabırğalar birləşir. Bax, belə gördüyünüz kimi qabırğalar birləşir. Ancaq quyruq fəqərlərində biz bunu qeyd edəmirik uşaqlar. Quyruq fəqərlərində yuxarı qövslər, bir də aşağı qövslər şəklində qeyd edirik. Yəni qabırğalar yoxdur. Bunu yadımızda saxlayaq. Və daha sonra dedik ki, hər bir gövdə fəqərəsindən bir cüt, yəni gördüyümüz kimi 2 ədəd, baxın, bax, bu 2 ədəd qabırğalar birləşir. Qabırğa. Və bu qabırğalar, uşaqlar, gəlin görək ki, məsələn, bizdə məsələlər necə düşür? Yəni, ümumiyyətlə, gəlin məsələlərə baxaq. Dediyimiz kimi, yalnız gövdə fəqərlərini gördüyümüz kimi qabırğalar birləşdi. Quyruq fəqərlərində isə mən qabırğa demədim. Demək, yoldaşlarınız nədə əziyyət çəkir uşaqlar? Demək, biz, məsələn, belə bir sual düşür ki, əgər balığın, tutaq ki, uşaqlar, 22 ədəd qabırğası var. Onda maksimum nə qədər quyruq fəqərəsi var? 22 ədəd qabırğa verir və belə bir sual verir ki, bir daha yazıram, 22 ədəd qabırğa verir, ədəd qabırğa, və qeyd edir ki, qayıdıb, nə qədər burada quyruq fəqərəsi var, maksimum. Uşaqlar, yadımızda saxlayaq ki, mən bir şey qeyd elədim ki, biz yalnız qeyd elədik ki, yalnız qabırğalar gövdə fəqərəsinə birləşir. Və bir fəqəriyə 2 ədəd qabırğa birləşir. Onda demək, bir fəqəriyə 2 ədəd qabırğa birləşirsə, x fəqəriyə də 22 ədəd qabırğa birləşir. X də bərabərdir 11 ədəd fəqərə elədim uşaqlar. Və bu fəqərə, haranın fəqərəsidir uşaqlar? Biz nə dedik? Yalnız gövdənin fəqərəsinə. Demək, əgər bir canlının 11 ədəd gövdə fəqərəsi varsa uşaqlar, 11 ədəd gövdə fəqərəsi varsa və maksimum quyruq fəqərlərinin sayını soruşursa, demək, biz maksimum ümumi fəqərlərimiz 42-dir. Həmən 42-dən uşaqlar 11 çıxmaqla yerdə qalan quyruq fəqərlərinin sayını tapmış olarıq uşaqlar. Demək, 31. Yəni, biz belə deyək də, dediyim kimi, bu məsələlərdə biraz da sadəcə olaraq qeyd eləmək lazımdır ki, yadımızı saxlamaq lazımdır ki, bir qabırğanı görəndə mütləq birinci quyruq, daha doğrusu gövdə fəqərlərini qeyd eləməliyik ki, daha sonra rahatlıqla quyruq fəqərlərini tapa bilək. Başqa bir sualda qeyd edə bilərik. Məsələn, verə bilər ki, minimum sayda quyruq fəqərəsindən təşkil olunmuş balığın, əgər minimum sayda deyirsə, quyruq fəqərlərdən ümumiyyətlə minimum sayda fəqərlərdən təşkil olunmuş balığın quyruq fəqərlərinin sayı tutaq ki 16-dır. Verib bizə 16. 16 quyruq fəqərəsi var. Və qeyd edir ki, bu balıqda gövdəyə birləşmiş qabırğaların sayını müəyyən edin. Baxın, belə bir sual da verə bilər sizə. 16 ədəd quyruq fəqərlərsi varsa və bu minimum fəqərlərdən təşkil olunursa, mənim şagirdlərim həmən sənə 38-dən 16-ya çıxmalıdır uşaqlar.
Çıxaq, niyə çıxırıq uşaqlar? Bir daha deyirəm, baxın, nüansa fikir verin. Quyruq fəqərləri dediyinə görə və minimum sayda fəqərlərdən ümumi təşkil olunub deyə biz niyə çıxırıq bunu? Çünki quyruq fəqərlərində qabırğalar yoxdur. Ona görə biz məcburuq quyruq fəqərlərini çıxaq. Çıxandan sonra 31-dən 16 çıxanda qalır 2, 22. Qaldı 22 dənə gövdə fəqərəsi. Və biz də bayaq qeyd elədik ki, uşaqlar, hər bir gövdə fəqərəsinə 2 ədəd qabırğa birləşir. Həmən bu 22-ni mən vuraram 2-yə, alınır 44. Və beləliklə biz gövdə fəqərlərinə birləşmiş qabırğaların sayını müəyyən edə bilərik uşaqlar. Yəni müxtəlif tipli bundan suallar düşə bilər. Hər bir sualda bir daha deyirəm, ona fikir verək ki, ümumiyyətlə balığın onurğa sütunu 2 hissədən ibarətdir, gövdə və quyruq fəqərlərindən. Gövdə fəqərlərinə qabırğalar birləşir yalnız, buna fikir verək. Və hər bir gövdə fəqərəsinə 2 ədəd qabırğa birləşir, quyruq fəqərlərinə qabırğalar birləşmir. Və bir də ən əsas vacib məsələ, yadımızda qalması lazım olan məsələmiz bizim minimum, maksimum fəqərlərin sayını müəyyən etməkdir ki, yadınızda saxlamaqdır ki, 38-42 fəqərdən təşkil olunmuşdur uşaqlar. Bu qədər. Sağ olun, növbəti izahatlarda görüşərik.